Biz bugün həyata keçirdiyimiz tədbir Azərbaycan-Avropa hərəkatının həmişə bəyan elədiyi bir inteqrasiya prosesi ilə bağlıdır. Biz görürük ki, Azərbaycan dövləti də mədəniyyətlərarası dialoq mövzusunda maraqlıdır və bu yaxınlarda bu istiqamətdə tədbir olacaq. Biz düşünürük ki, mədəniyyətlərarası dialoq xalqların dialoqundan keçir. Yəni, xalqlar arasında əgər fikir mübadiləsi olmasa, inteqrasiya olmayacaq və mədəniyyətlərin bir-birinə dialoq olmayacaq. Avropa ölkələri ilə, Avropa xalqları ilə bizim dialoqumuz olduqca vacibdir. Çünki onların 100 illər boyu keçdikləri bir mərhələ var və o mərhələni keçərkən onların topladığı təcrübə var. Bunları öyrənmək və bunları mənimsəmək Azərbaycan xalqının inkişafı üçün çox vacibdir. Və bu məsələləri qabartmaq üçün biz bu tədbiri keçirdirik. Tədbirimizin qonaqları Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin və Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəliyidir. O cümlədən Azərbaycan hökumətinin bu istiqamətdə həyata keçirdiyi fəaliyyətlər barəsində çıxış olacaq. Ümumbəşəri dəyərləri, xüsusən də tolerantlıq, insan haqları kimi, demokratiya kimi dəyərləri qəbul etmədən, insanlar arasında dialoq və bərabərlik olmadan mədəniyyətlərarası dialoq, regionlaşma və qloballaşma baş verə bilməz. Bu prosesin içində olan, regionlaşma və qloballaşma prosesi içində olan Azərbaycan insanları xüsusi təcrübəyə malik və bu sahədə böyük uğurlar qazanmış, Avropa və Qərb dəyərlərini mənimsəmiş insanlarla daimi dialoqda olmalı və o təcrübəni öyrənməlidir. Biz monitorinqlər həyata keçirmək qərarına gəlmişik və 2012-ci ildə həyata keçirdiyimiz monitorinq əsasında ümumbəşəri dəyərlərin Azərbaycanda təbliği, o cümlədən Azərbaycan və Almaniya vətəndaşları arasında dialoqa yardımcı olmuş və Azərbaycan vətəndaş cəmiyyəti ilə yüksək əlaqələr qurmuş Almaniya səfirliyini mükafatlandırmaq niyyətindəyik. Mən Almaniya səfirliyinin müvəqqəti işlər vəkili cənab Wolfgang Missingeri dəvət etmək istəyirəm və ona mükafatımızı təqdim etmək istəyirəm. So, I ask Mr. Wolfgang Messenger, the Charge d'Affaires of German Embassy, and I would like to present you the award. That it's actually not us who should receive this distinction, but the European movement itself should receive the distinction for being very active in promoting European values and promoting Azerbaijan being ever closer to Europe, cooperating with Europe.